Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala rasulihil emin seyyidina Muhammed. Allahümme salli ala ve ala ahihi ve vezirihi ve vesiyyihi Ali ibn Abi Talib aleyhisselam ve ala bintihi Fatıma Zehra seyyideten nisa'il alemin aleyhisselam ve ala'l Hasani vel Hüseyin aleyhisselam ve ala Ali ibn Hüseyin aleyhisselam ve ala Muhammed ibn Ali aleyhisselam ve ala Cafer ibn Muhammed aleyhisselam ve ala Musa ibn Cafer aleyhisselam ve ala Ali ibn Musa aleyhisselam ve ala Muhammed ibn Ali aleyhisselam ve ala Ali ibn Muhammed aleyhisselam ve ala Hasan ibn Ali aleyhisselam ve ala Hüccetil Qaimel Mehdi. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil feracehu ve sahhil mahracehu ve cealna min ashabihi ve ensarihi varzuqna hayrahu ve rıdahu. Usikum ve nefsi bi tekvallah. Sizə və özümə ilahi təqvanı tövsiyə edirəm. Qeyd elədiyimiz kimi Allah Teala da Quran-ı Kərimdə buyurur ki, sizin Allah yanında ən hörmətli olanlarınız, ən təqvalı olanlarınızdır. Məsumlar təqva barəsində buyururlar ki, ət-təqva qayətun. Təqva bir dənə məqsəddir. Təqva bir şeydir ki, la yəhliku mən ittəbə'ha. Təqva bir məqsəddir ki, ona tabi olan həlak olmaz. Və la yəndimu mən əmələ biha. Ona əməl eləyən peşman olmaz. Ləənnə bittəqva fazəl faizun. Çünki nicat tapanlar təqvanla nicat tapırlar. Və bil-mə'siyyəti xəsərəl xasirun. Və həlak olanlar, zərər çəkənlər, zərər görənlər günahla zərər görürlər. Onun üçün də müminin həyatında ən mühüm imanı qoruyub saxlamaq üçün ən mühüm amillərdən biri də təqvadır, təqvalı olmağıdır. İmanın biz əvvəllər də qeyd eləmişdik ki, imanın bəlaları var. Yəni, imanın aradan getməyinə səbəb olacaq amillər var. Həmin bəlalardan biri də qəlbin daşlaşmağıdır. İnsanın qəlbi daşlaşır. Qəlbin daşlaşmağı nə deməkdir? Yəni, insanın qəlbi daşlaşır, insan qəddar olur. Qəddar olmaq, ilahi mərhəmətdən uzaq olmaq deməkdir. Yəni, qəddar insanın qəlbində mərhəmət hissi olmur. Qəddar insanın qəlbində mərhəmət hissi olmur. Quran-ı Kərimdə və hədislərdə qəlbində mərhəmət hissi olmayan insanların qəlbi möhürlənmiş qəlblər kimi təqdim olunur, ifadə olunur, təsvir olunur. Müminin qəlbində necə ola bilər ki, ümumiyyətlə insanın qəlbində necə ola bilər ki, mərhəmət olmasın, qəddar olsun. Qəddarlıq odur ki, yəni insan mərhəmət hissini itirir. Məcazi mənada desək, qəddarlıq ruhun zəhərlənmiş hal deməkdir. İnsanın mənəviyyatının, yəni o mənəvi dəyərlər var da, insani dəyərlər, mənəvi dəyərlər. Ki, vicdan deyir ki, bunsuz insan ola bilməz. Onların aradan getməyinə səbəb olan ruhun, mənəviyyatın zəhərlənməyi deməkdir. Həmin o mənəviyyat zəhərlənəndə qəlb daşlaşır, elə bir ki, daş parçasına, buz parçasına çevrilir. Buz kimi deyirlər, qəlbi soyuqdur, filankəs soyuqdur. Yəni, mərhəməti yoxdur.
və ya qəlb daşdaşı, filan kəsin qəlbi daşdır. Yəni ki, mərhəmət hissi yoxdur. Belə olanda nə baş verir? İnsanın qəlbi daşdaşanda belə qəlbə sahib olan insan heç bir fəryadı eşitmir. Heç bir məzlumun səsi qulağına çatmır. Hətta çağırsa da onu, hətta ona müraciət eləsə də, qəddar insanın qulağına o səs getmir. Qəddar insan üçün məsumluq anlayışı yoxdur. Məsələn, bir dənə məsum insana desələr, sənə desələr ki, bir dənə filan məsum insana, günahsız insana, yəni get zülm elə, o körpəni öldür, heç vaxt bunu eləmərsən. Çünki qəlbində mərhəmət var, ilahi mərhəmətdən qəlbində o parçası var onun. Onun nuraniyyəti durur qəlbində. Və səbəbin nədir? Niyə eləmirsən bunu? Səbəbin budur ki, o məsumdur, o günahsızdır. Onu öldürmək olmaz. Ona qarşı mərhəmətli olmalısan. Nəinki öldürmək, ona qayğı göstərməlisən sənin düşüncəndə. Ona sığınacaq verməlisən, onu qorumalısan. Belə düşünürsən sən. Qəddar insanda amma belə deyil. Qəddar insan üçün məsumluq anlayışı yoxdur. Qəddar insan öldürməmək üçün səbəb axtarmır, öldürmək üçün səbəb axtarır. Məsumluq onun üçün zəiflik əlamətidir, günahsızlıq. O zəifliyin əlamətini axtarır, o günahsızlığın əlamətini axtarmır. Çünki ruhi qaranlıq içərisindədir. Ruhi qaranlıq içərisindədir. Günahın onun ancaq zehnində, düşüncəsində olan ancaq başqasına zülm eləməkdir, başqasına və yaxud da fəryadına cavab verməməkdir. Bəzən o qəddar insan başqasının fəryadına cavab vermir, susur. Bəzən də nəinki susur, həm də onun qanına susuyur. Qəddarlıq bu həddə də gəlib çata bilir. İnsanın içindəki mərhəmət hissi itəndə həmin insan həm insanlar üçün, həm də digər insani dəyərlər üçün də qorxulu silaha çevrilə bilər. Ki, bu günlərim biz bunun şahidiyik. Dünyada baş verən terror aktları, dinc insanların qətlə yetirilməyi, bunların hamısının kökündə həmin insanların qəlbində mərhəmət hissinin olmamaqlığı, qəddarlığın qaranlığının onların daxilinə hakim olmağından irəli gəlir. Qəddarlıq daxillərinə hakimdir. Məsələ budur ki, bir dənə də məsələyə diqqət eləmək lazımdır ki, bu, məsələn, terror hadisələrini törədən insanlara fikir verin, hətta əksəriyyəti İslam adına, dinlə əlaqələndirirlər elədiyi cəhətləri. Tutaq gedib bir yerdə partlayış törədirlər. O törətdikləri partlayışı, o terror aktını dinlə əlaqələndirməyə çalışırlar ki, güya bu Qur'anın buyruğudur, dinin buyurduğudur və yaxud da hədislərin buyurduğudur. Əslində bunu eləməklə onlar həm cinayət edirlər, həm də Qur'anı və hədisləri, yəni İslami mənbələrin insanlara çatdırdığı o mənəvi dəyərləri təbliğ elədikləri o kontekstindən çıxardırlar, təhrif eləyirlər mənasını. Mənasını təhrif eləyirlər. Çünki İslam elə bir şey demir. İslam heç bir yerdə demir ki, məsum insanı qətlə yetirin, körpəni qətlə yetirin, yaşlını qətlə yetirin və yaxud da müharibədə olmayan insanları gedin, qətlə yetirin. Müharibə başqa bir şeydir. Müharibə də olmasın dünyada. Amma müharibə başqa şeydir. İki silahlı insanlar üz-üzə dayanır, döyüşürlər. Amma terror elə deyil. Terror məsum insana qarşı törədilən bir sui-qəsdir. Və bunu gətirib İslamla əlaqələndirmək, yaxud da hər hansı bir şeylə əlaqələndirmək, əlaqələndirdiyin o şeyin heç bir mənəvi dəyərləri olmadığı mənasına gəlir. Halbuki İslam bunu demir. İslam insanları mənəvi dəyərlərə bağlı olmağa çağırır. İnsani dəyərlərə bağlı olmağa çağırır. Nə peyğəmbərlər, nə imamlar həyatlarının heç bir anında
belə bir hadisələr eləməyiblər, məsumun qanına susamayıblar. Nə də ki, öz dostlarına, səhabələrinə belə bir göstəriş verməyiblər ki, gedin bunu eləyin. Əksinə, Peyğəmbərimizin və imamların bilirsiniz, çətin anları olub, məzlum vəziyyətdə qalıblar, köməksiz vəziyyətdə qalıblar, heç vaxt bu üsula əl atmayıblar. Yəni, bu üsullar mübah olsaydı, gedib elə onlar eləyərdilər. Peyğəmbərin Məkkədəki dövrünü göz qarşısında canlandıran, sonraki mərhələlərdə imamlarımızın həyatını təsəvvür eləyin. Heç vaxt bu üsuldan istifadə eləməyiblər. Onun üçün də qəddarlıq İslamın qəti şəkildə rədd elədiyi xüsusiyyətlərdən biridir və imanın olmadığına, yəni və yaxud da imanın tədricən aradan getməyinə səbəb olan amillərdən biri kimi göstərilir. Allahın verək izzət və cəlalına Allah Taala bizi zülm və fitnələrin içində azanlardan qərar verməsin. Allahın verək izzət və cəlalına Allah Taala dünyamızda olan düşmənçiliklərin, qan tökmələrin kökünü kəssin. Allahın verək izzət və cəlalına Allah Taala zalım əllərin məzlumlara toxunmasına imkan verməsin. Allahın verək izzət və cəlalına Allah Taala dünyamızı əmin-amanlıq libasında qərar versin. Xüsusən də xalqımızı, millətimizi, canlarımızı hifz eləsin. Allahın verək izzət və cəlalına Allah Taala sahib olduğumuz bu əmin-amanlığı heç vaxt əlimizdən almasın. Allahın verək izzət və cəlalına Allah Taala bizləri pis niyyətli insanların şərrindən qorusun. Qəlbimizi daima ümiddə qərar versin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid və lem yulad və lem yekul lahu kufuvan ahad.